ki, biz qəbirstanlığa gəldik, Anar Atayevin qəbir üzərinə. Həqiqətən mən demişəm, həmişə deyirəm. Mən bu yolu gedəndə bu Azərbaycan bayrağının yerlənməsi, Azərbaycan bayrağının dalğalanması həqiqətən məni həmişə bura cəlb edir. Həqiqətən orada uyan, orada rəhmətə gedən, orada şahid olan əsgər bizim bir qardaşımızdır, çətindir. O da havası siz yaşda olub, belə siz yaşda olub, nətər əsgərlərə belə baxım, həvəsləri, hər xidmət edir. Vətəni qorumağa, xalqını qorumağa və şahid biləsiniz. Çətindir, o da anası var, atası var. Yəni, hər bir kəsin övladı özünə şirindir. Məni orada dalğalanan üç rəngli bayraq həqiqətən şəhidin məzarını yad etmək, şəhidi yad etmək daima borc bilirəm özümə. Və sizə başa sallam ki, hər kəs hər bir vaxtı şəhidləri unutmaq olmaz. Yəni şəhidlər sizin üçün, bizim üçün, xalqımız üçün, Vətən Azərbaycanın birliyi üçün şəhid olur. Bu şəhidimizdir. Anar Atayev də onların biridir. Anar Atayev mərd oğlan olub və öz silahdaşlarına, öz dostlarına daima mehribanlıq edir və özü şəhid olur. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Qəbrin uğruna olsun. Sən, Anar, qısasını yerdə qoy büyüyün, uşaqlar da büyüyün. Həmişə bizim borcumuzdur. Bizim borcumuzdur ki, şəhidi ziyarət etmək, ona rəhmət demək çətindir. Allah rəhmət torpağımız üçün, xalqımız üçün şəhid olmuşsan. Mən bu sürəkli bayraq həmişə məni bura gələndə həqiqətən bura cəlb edir. Anar Atayevin bəlkə də bunun bir növü anası bir tərəfi hindahır olduğunu desəm yanlara. Çünki həqiqətən məni bura və yəni mən buradan adlayanda, bu yolu adlayanda buranı ziyarət edilmək, bura gəlib Allah rəhmət eləmiş gəlir, qəbri daşın üstünü ötməmiş getməyə özümə borc bilirlər. Allah rəhmət eləsin, qəbrinə dolsun. Mən bir də üzümü tutub bütün valideynlərə deyirəm, hamının balası özünü şirindir. Heç bir vaxt vətəni sevmir və övladlarınıza başqa işlər yox, ancaq vətəni sevmək, xalqı sevmək. Onu öyrədin ki, vətəni sevmək bizim hər birimizin borcudur. Bu torpağın üstündə yeriyirsə, bu torpağın çörəyini yeyirsə, bu torpağın çayını içiriksə, torpağın qorumaq da bizə borçdur, biz borçluyuq. Həqiqətən, Anar Atayev də öz canını fəda elədi, öz şəhid oldu torpağı üçün və gəldi, qorudu və özü şəhid oldu. Allah ana sana rəhmət eləsin. Amin. Mən özümü tükən deyirəm, bütün valideynlərə deyirəm ki, övladlarınızı vətənpərvər olmağı öyrədin. Heç vaxt övladlarınızı gizləməklə, burada gizləməklə heç nə qazanmayasınız. O övladlar sizə vaxtlara gələcək, deyəcək ki, ata, sən erməni kim idi ki, mən ondan qorxdum. Bax, görürsən, erməni kim idi ki, Anar Atayev üçün? Bəlkə neçə lənən ermənilər öldürmüşdü. Mən gəldi, şəhid olduğunu qismət, alın yazsın. Allah bir daha deyirəm, rəhmət eləsin, hər birimiz sana rəhmət edirik. Qəbrin üstündə baş əri yanar. Allah rəhmət eləsin. Sənin doğan atı anaya da başı sağlığı verirəm. Başı ucaq olsun, siz bir də oğul böyüdürsünüz. Sağ olun. Nə deyirsiniz qəhrəmanlıq haqqında? Anar Atayevi danış. Hər birimiz yəni Anar Atayevi tanırsınız. Elə deyir, yəni Ağdam, erməni gülləsində şəhid olur. Hər birimizdə borcudur ki, Anar Atayevi daimi gəlib, yad etmək. Elə acı onun ruhu qarşısında biz baş əyirik. Onun ruhu. Allah rəhmət. Hə, Allah rəhmət eləsin. Allah bütün ölənlərə rəhmət eləsin. İnsan ömrü götürənlər 70 80 il. Demək ki, o ömrü yaxşı keçmək lazım. O ömrü nə qədər mənalı həyat keçmək lazımdır. Çünki hər birimizin borcumuzdur ki, torpağımızı müdafiə